Əziz dostlar, xoş görmüşük. Bugün Bakı Marafon Klubunun qonağı bizim üçün çox lazımlı insan, həkim diyetolog Leyla xanım Zülfüqarlı və mən biləni Leyla xanım siz Azərbaycanda yeganə və ilk müəllifsiniz ki, diyeta barədə kitab çıxarmısınız. Siz mənə Bəli. hədiyyə eləmişsiniz o Bəli. kitabı. Təşəkkür edirəm. Başlaya bilərikmi? Bəli. Bu arada xoş gördük Fred müəllim. Həm sizi, həm sizin izləyiciləri. Başlayaq. Bizim üçün çox maraqlı olan əlbəttə qidadır. Qida biz bilirik ki, bizim ümumiyyətcə hər şeyin əsası bir qidadır. Çünki necə deyirlər, mən qəbul etdiyim qidayam. Bəli. Deyim var. Bəli. Leyla xanım, nə deyərsiniz bu barədə? Bəli, çox doğru buyurdunuz. Ümumiyyətlə biz nə yeyiriksə o yox. Bu tək fiziki göstəricilərdə deyil, eyni zamanda ruhsal məqamlarda da özünü göstərir. Hətta günümüzdə çox aktual olan sinir problemləri, koqnitiv funksiyanın pozulması, yorğunluq, diqqət yaddaş pozulluğu, yata bilməmək, bunların hamısını qida ilə əlaqələndirə bilərik. Leyla xanım, siz çox düzgün məqama toxundunuz. Çünki çox insanlar 40 yaşından sonra düşünürlər ki, bu demensiyadır. Yəni artıq yaşlanma baş verir. Biraz yaddaş pozuntusu olur. Amma siz bu dəqiqə söylədiniz ki, bu qida zəifliyindən ola bilər olsun. Tamamilə əlaqəlidir. Çünki biz qidalardan vacib nutriyentləri alırıq. Bunlar vitaminlərdir, mikroelementlərdir, antioksidantlardır, vacib yağ turşularıdır, protein zulaldır və s. Və bu maddələrin defisiti olanda, halbuki günümüzdə bu çox aktualdır. Yəni biz artıq qidalarımızda o maddələri tapa bilmirik. Çünki torpaq da zənginləşməyib. Yəni öz təchizatını itirib. Torpaqda da çox işləmələr baş verdi, çox pestisitlər və s. maddələr, gübrə formasında və s. Qidalar öz tərkibini itirdi. Əvvəl biz 100 qramından hansısa maddəni alırdıqsa, indi heç 1 kiloqramında o maddə yoxdur. O yüzdən də həm bu, Super. həm də toksinlər. Günümüzdə o qədər havada uçuşan toksinlər, megapolis həyat tərzi yaşayırıq, çox bərbəzəklər, yəni gözəllik, kosmetik vasitələr, hələ çox uzağa getməyim. Su içirik. Plastik qablarda olan sular, onların da tərkibində ksenoestrogenlər, yəni sintetik estrogenlər, halbuki bunlar toksindir. Bütün bunlar yəni ətrafımızda uçuşur, var. Tək qida deyil ki, bu havadır, bu sudur, bu doğru yata bilməməyimizə səbəb olan bütün bu faktorlar sonda bizi doğrudan da daha tez qocaldar. Bu günləri Leyla xanım bizim konumuz, əsas mövzumuz qidadır. Bəli. Biz idmançılara, biz marafonçulara bilirsiniz ki, qida dəhşətli dərəcədə böyük rol oynayır. Çünki enerji alacağınız Yeganə bir məsələ bir qidadır. Bəli. Çünki bilirsiniz, mən elə toxunacağam, amma sualları yavaş verəcəm sizə. Birinci növbədə və sizdən konkret cavablar istəyirəm ki, tamaşaçılara maraqlandıran suallardır bunlar hamısı və xüsusən bizim tamaşaçılar hamısı qaçanlardır, idmançılardır, Ironmanlərdir, velosiped sürənlərdir. Bunlar hamısı üçün bu ciddi maraqlı. şəkildə sağlamlığını düşünənlər. Bəli, tamamilə doğrudur. Suallara başlayım tez sual. Birinci növbədə biz gün ərzində neçə kalori qəbul etməliyik? Nə qədər kalori qəbul etməliyik? Çox gözəl. Bu insana görə dəyişir. Doğru dediniz. Bir var idmançılar. İdmançıların kalorisi təbii ki, fərqlidir. Bunu 3000 kilokaloriden yuxarı, hətta 3500-ə qədər artıra bilərik. Məsələn, sizi mən tanıyıram, 2 aylıq bir müalicə, diyet proqramı keçdi. Yəni necə ki, həkiminizəm. O yüzdən də sizin kalorinizi elə məsələn az hesablamırdım. 3500 kaloriya qədər elə sizdə. Çünki siz doğrudan da idmanın bütün növlərini icra edən bir insansınız. Bir də var məsələn bodybuilding üzrə məşğul olanlar. Onlarda artıq hər kiloqramına biz proteini normalda insanın hər kiloqramdan proteini 1,5 qramdan hesablayırıqsa, bodybuildinglə məşğul olanları 2 qramdan hesablayırıq. Yəni bu aslıdır hansı idmanlar? Hansı idman növü? Amma sadəcə idmançı deyil bu sırada olanda, məsələn burada artıq baxırıq xanım, yoxsa kişi, yoxsa uşaq, az yaşlı, yeniyetmədir, yox lap kiçik yaşlıdır. Hamısının öz fiziologiyasına görə təbii ki, kalorisi var. Orta rəqəmi deyim. Xanımlar üçün günümüzdə 1800-2000 kilokalori bu normaldır. Halbuki çox arıqlamaq istəyənlər inansız gəlirlər 1200 kalori ilə menyu istəyirlər. Yəni bunlar çox özlərini aç saxlayıb orqanizmin hüceyrələrini də yəni zəiflədirlər. Necə ki, zülal itkisinə səbəb olurlar. Ümumiyyətlə 40 yaş sonrası sarkopeniya, bədənin zülal itkisinin nəticəsində dərinin quruluşunun pozulması, qırışlar və s. də baş verir. O yüzdən də demək, xanımları dedim, bu 1500-dən başlayaraq 1800 rəqəminə qədər, kişilərdə isə 2005-dən 2500 kilokaloridən gəldi idmançıdırsa 3500-ə qədər. Bilirsiniz Leyla xanım, baxın,
gəlin məsələni ayıraq əziz tamaşaçılar. Məsələ burasındadır ki, çox adam elə bilir ki, əgər mən doydumsa, yəni nə gəldi yeməklə doymaq və biz bu dəqiqə danışdığımız balanslaşdırılmış Qida. diyetin arasında çox böyük fərq var. Razı Yəni bunu mənlə. yaşadınız, gördünüz də. Razı Var, mənlə. bəli, eyni, əlbəttə. Çünki qidalamanın elə bu yerə toxunaq çox mühüm funksiyası var. Fred müəllim. Qidalamanın əsas 3 funksiyası var ki, birinci energetik funksiya. Yəni biz qidalardan energiyanı almalıyıq ki, bu enerji resurslarımızın sayəsində sonra biz gün ərzində zehni fəaliyyət ola, fiziki fəaliyyət ola və s. Bir də ki, əgər bu insan idmançıdırsa, Bəli. axı o daha çox kalori xərcləyəcək. İkinci plastik funksiyadır. Yəni qidalarımız bizim orqanizmin tikinti materialıdır. Bəli. Biz qidalardan orqanizmə ötürdüyümüz zulallar birinci tikinti materialıdır. Necə ki, dahi alimlərdən biri demişdi ki, zulal yoxsa həyat yoxdur. Və zulal tikinti materialı olduğu yerdə orada yağ turşuları da var. Necə ki, tikinti materialında nədir? Sement, qum və s. Axı başqa da var. Yağ turşuları orada membranlarımız, hüceyrənin membranında ötürücü funksiyasında oynayır. Sonra burada karbohidratlar vacibdir. O yüzden de plastik funksiyonun dediğim kimi tikinti material rolunu oynadığına göre üçüncü funksiyamız ne olur? Müdafiə edici funksiyamız. Qidalardan aldığımız vacib maddələrlə biz xəstəliklərdən müdafiə olunuruq. Xroniki xəstəliklərin demək ki, qazanma səbəbimiz də elə bizim səhv qidalarımızdır. Bir. İkincisi, virus və infeksiyalar davamlı var. Bəs onlardan biz necə müdafiə olunuruq? Təbii ki, antioksidantlarla. O qədər vacib məsələdir ki, məsələn, öyrət düsturu deyə bir düsturumuz var. Biz qidalardan aldığımız vitaminlər ki, bu hər kəsin bildiyi çox birinci sadə vitaminlər, suda həll olan vitaminlər, C vitamini, bir də var yağda həll olan vitaminlər, A, Y, D vitamini, düzdürmü? Və bu vitaminlərdə baxın antioksidant rolunu oynayır. Amma bizim də çox tanıdığımız məşhur vitaminlərdir də. Biri də var daha dərin. Məsələn, burada biz antioksidantlardan danışsaq, glutatyon var, alfa-lipolik var, resveratrol var, kvartsetin var, koenzim Q var. Yəni bütün bu antioksidantlar nə edir? Bədəndə olan sərbəst radikalları neytrallaşdırmaq gücünə malikdir ki, bunlar deməli gələcəkdə bizi viruslardan qoruyacaq, infeksion xəstəliklərdən qoruyacaq. Bunu da biz qida ilə alırıq. Deməli doktor, xahiş edirəm, elə danışın ki, doktorlardan başqa Kəsməsin. siravi insanlar da sizi anlasın. İstəyirəm ki, çox Çünki məlumat olsun çox insanlar. çox terminlərlə danışırsınız və növbəti suallara keçirik. Növbəti sual ondan ibarətdir ki, baxın, mən orta vətəndaşam. Bəli, Mən işləyirəm gün ərzində bəli. və işdən sonra halsızam. İşdən sonra mənim enerjim qalmır. Çünki Aha. enerji resurslarınızı günün birinci yarısında xərcləyirsiniz. Ona Bəli. görə qidalanmanın energetik funksiyasını tam mənasında biz icra etməliyik ki, mən bunu hesablayırdım sizə verdiyimiz diyetalar, diyet menyularda. Xatırlayırsınızsa, bəlkə də mənə elə gəlir, oldu elə məqam ki, siz dediniz ki, elə bir porsiya çoxdur, yemək Bəli, var, çoxdur. bəli. Amma biz axı sizə görə o idi. Siz kifayət qədər enerji xərcləyən insansınız. Bu bir. İkincisi, orada da energiyanı ən çox verən qida hansıdır? Çoxları zulalı sevirlər. Zulal, zulalsız həyat yoxdur, mən də deyirəm. Amma biz energiyanı ən çox karbohidratdan Karbohidrat, alırıq. Çünki təbii. 1 qram karbohidrat parçalananda burada 4 kilokalori enerji ayrılır. Amma təbii ki, yağ da parçalananda 9 kilokalori enerji ayrılır. Amma karbohidratın ötürdüyü enerji depolanır orqanizmdə. Yağın ötürdüyü kilokalori depolanmır. O yüzden de biz məsələn sağlam rasional qidalam elmində qidaların regemi var. 350 deyək ki, qrama qədər karbohidrat tükətməliyik. 300-350 qram. Burada gəlir 180 qram zülaldır. 50 qram yağ turşusu. Bu 50 qram yağında yenə ayrılır. Doymuş yağ turşusu, doymamış yağ turşusu. Siz fikir versəniz, biz sizdə menyuda mən onları da hesablayırdım. Həm bitki yağları verirdik. Bu təbii ki, faydalı bitki yağı nədir? Zeytun, çərəzlər verəndə onun tərkibindən faydalı araxidon, alein turşular, omega 3, omega 6 yağ turşuları ki, biz çərəzlərlə götürürük, avokadoda və s. Və eyni zamanda bəzən doymuş yağ turşuları da verirdik. Bu bəlkə xatırlasanız, milli mətbəximizin əsas yeməkləri dolmaya sadiq qalmışıq. Biz orada quyruq yağından da istifadə etmişik. Bəli. Kərə yağından istifadə etdiyimiz məqamlar olub bəzi yeməklərimizdə. Yəni doymuş yağ turşusunun 20 qramına ehtiyacımız var fiziolojik olaraq gün ərzində. 30 qramda bizim doymamış yağ turşularına ehtiyacımız var. Və bu hissələr defitsit qalanda nə baş verir? Beyin funksiyası korlanır. Çünki yağ turşuları, məsələn, omega 3, omega 6 yağ turşuları, omega 9 yağ turşuları ispat olunub ki, nə qədər ki sinir hüceyrələrini qidalandırır,
daha çox bütün orqanizmə, bütün hüceyrələrimizi bəsləyir və eyni zamanda anti-inflamator, yəni iltihab əleyhi təsiri var. İltihab. Bəli. Xroniki xəstəliklərdən bizi müdafiə edir. Çox güclü bir vasitədir və bizim illərlə çox xəstəliklərə səbəb olan məsələ bizim səhv yağları yeməyimiz idi. Səhv yağ turşularını qəbul etməmiz idi. Ya çox doymuş yağ turşusu götürürdük, doymamış yerində o hissə defitsit qalırdı və yaxud trans yağlar təəssüf ki, mətbəximizdə çox işlənmiş yağlar istifadə olunur və siz özünüz də az öncə dediyiniz kimi mətbəximizdə doğru bildiyimiz yanlışlar çoxdur. O qədər səhv qidalanma şəklimiz var ki, bu ilə karbohidrata da toxunaq, bu qidalarımızı ümumiyyətlə səhv şəkildə bişirib qəbul etməyimizdir. Buna qida təhlükəsizliyi deyirik. Mən şəxsən açıq-açıq həmişə bu sos siqnalını demişəm ki, çox özümüzü tərifləyirik. Mətbəximiz gözəl. Mən də buna sadiqəm. Çox dadlı mətbəximiz var. Amma bəzi qidalarımız illərlə bildiyimiz qidalar səhv bişmə şəklidir. Fred müəllim, məsələn, dovğa. O. Görün sizə dovğa vermişik biz bu menyuda. Xatırlayırsınız? Xeyr. Çünki o olmamalı. Mən içdiyim əziz dostlar, yəni bu çaydır ki, Leyla xanımın öz mənə tövsiyə eləyəcəyi bu çaydır ki, mən bu çayı 2 aydır ki içirəm. Detoks çayı. Bəli. Və gözəl də arıqlamış. Görsən dəri mənim. Deməli Leyla xanım, bax yenə də siz çox spesifik danışırsınız. Mənə biz adi vətəndaşıq, biz həkimlər deyilik. Bizə xahiş edirəm, bax bu idmançılara siz hansı qida qəbul eləməyi tövsiyə edirsiniz? Hansı qidan gəlir? Tamam, özəlliklə idmançılara ət yeyilməlidir. Ət yeyilməlidir. Qırmızı və ya qeyri-qırmızı. Hər üç qrup balıq, Aha. dəniz məhsulları deyirik, Bəli. ağ ətlər Ay deyirik, sağ. qırmızı ət mütləq Yeyilməlidir. yeyilməlidir. Bilin ki, vitamini biz hardan alırıq? Heyvan mənşəli ətlərdən, qırmızı ətlərdən daha çox və elə quş ətləri də yeyilməlidir. Amma bunun sıxlığı necədir? Həftədə 3 dəfə balıq, yəni dəniz məhsullarına olan ehtiyacımızı ödəməliyik. İndi təəssüf ki, biz biraz balıq sevilən ölkə deyilik də, balıq ətini yeyən. Bizdə həftədə bir dəfə olur o balıq. Hə. Hətta biz ona balıq günü deyirik. Yadınızda. O qədər oldu seremonik. Bəli, bir seremonik bir şeydir, balıq günü həftədə bir dəfə. Nəsə bizim bu coğrafiyamızdır. Baxmayaraq ki, deyirik dəniz sahilli ölkə falan, amma balıqlarımız çox deyil də, razısınız məndən ki. Ona görə olsun, bir dəfə də olsun, amma rasional qidalama elmi deyir ki, 3 dəfə olsun balıq. Amma burada həm də olmalıdır qırmızı ət, yəni və qırmızı ət 2-3 dəfə. Əgər bizim balıqlarımız azdırsa, o zaman o yerə qırmızı ətlə doldura bilirik. Steak. Aha. Və çox məqam var. Mənə həmişə sual verirlər ki, kabab yoxsa steak? Aha. Mən deyirəm, siz məsələn London Angus steakini mən də sevirəm onu. Niyə? Az yandırılıb, az bişirilib, amma doğru ətdən seçilib. Bu çox önəmlidir. Çünki o qədər can əti dediyimiz sizə o qədər xəfif bir siz vətənləri azdır, çox kövrək ətdir, tez bişəcək, ona çox güclü temperatura ehtiyac yoxdur və çox güclü temperatur ət məhsulunda qlikasiya prosesini yaradır. Yəni yandırır. Ət nədir? Protein, amma arasında yağ da var. Doymuş yağ turşusu da var. Proteinlə yağ turşusu yansa qlikasiya prosesi baş verir. Yəni toksindir. Belə deyim də toksin. Əti ona görə də az yandırıb yeməmiz məsləhətdir. O yüzden də tamam mən deyirəm kababda yeyək. Demək ki, çox yandırdığımız kabablar yox. Gözəl. Bu bəzən ev versiyasında biz izqarada da bişirə bilirik. Ona görə sobada bişirilmiş ətləri daha çox yeyin deyirik. Biraz da dərinə keçək, parda bişirilmiş əti nə gözəldir. Çox gözəl. Çox gözəl. Bu əti biz bildik. Başa düşdük. Əti biz anladıq. Ət yeyirik bundan sonra. Mən sizə bir söz deyim. Mənim bir dostum var. O qədər ət yeyir ki, B12-si kəlləcağa çıxır. Olacaq. Elə olacaq. Bəli. Belə şeylər də olur hadda. Bəli. Mən ona dedim ki, ay balam balıq biraz balıq, başqa balıq yesin. Balıq da yesin, quş ətləri yesin. Biz bir xalq olaraq qırmızı əti çox xoşlayırıq. Əslində Çox xoşlayırıq. Biz genetik çox xoşlayırıq bunu. Bəlkə də əslində bir növ bu bizi xilas edib digər problemlərdən. Çünki bu coğrafiyamızda vitamin D bilirsiniz, günəşimizlə əlaqəli olaraq ultrabənövşə şüalarımızın o sınma bucağı altında bizə az çatır. Tam vitamin baxmayaraq ki, yenə də dediyim kimi qara dərili xalqıq, amma vitamin D əskikliyimiz var. Başa düşdüm. Demək ki, nə yaxşı, amma biz ətdən də vitamin D ala bilirik. Və yaxud anemiyadan əziyyət çəkən xalqıq. Bizim özəlliklə xanımlarımız, bəli, ciddi xroniki anemiya qrupunda yer alırıq. Burada da yenə nə yaxşı ki, ət biraz yeyirdi, bu bizi qoruyur. Bizim səhvlərimiz doğru tərəvəz seçimimiz yoxdur. İndi mən ona gəlirəm. Əti bağladıq. Əti bildik, hamımız bildik. Çox sağ olun. Keçirik tərəvəzdən. Mənim də bu son ay yarımdır ki, mən Leyla xanım dietasından yaşayıram. Çox maraqlı bir dostlar, tərəziləri aşkar elədim özümə. O demək deyil ki, bu vaxta qədər tanımırdım.
o tərəvəzləri sadəcə bu qədər qəbul eləmirdi. Leyla xanımın dietasında mən bir çox şeyləri aşkar elədim. Bunu mən biraz sonra deyəcəm. Amma Leyla xanım, tərəvəzlərə keçək. Bax, əti qoyduq rahat. Bəli. Keçək tərəvəzə. Bəli, bu bizim problemimizdir. Demək bizim ölkədə ən çox sevilən tərəvəz hansıdır? Elə mən sizə sual verim. Kartoşka. Bəh. Özü qızardı. Səhv qidalar dediyimiz yerdə, ən birinci yerdə düzdür, bizim qızartma biraz ev üsulu başqadır. Çipslər, kartoşka frilər ən səhv qidadır. Bişmə şəklinə görə. Çünki trans yağlar orada istifadə Trans yağlar çox yanlış Mən bildiyimə yağlar. görə, Bəli, mən onu bəli, görürəm çünki gözümlə. yağ yanır. Mən gözümlə görürəm. Bəli, eynən. İkincisi çox böyük temperaturda qlikasiya prosesi baş verir, hər şey baş verir. İkincisi kartoşkanın Əziz özü- uşaqlar, eşitdiniz bunu? Bəli. Əziz uşaqlar, sizin valideynləriniz deyəndə ki, bu çipsləri yeməyin, Kartoşka friləri. kartoşka friləri yeməyin. Yəni bunlar bilirlər nə deyirlər valideynlər. Çox sağ olun, bu çox gözəl mesaj. Heç bir maddə vermir bədənə və ölkədə tuğyan edən insulin rezistentliyi hamıda var. Bizim Bəli. ölkənin qazandığı bu xəstəliklərdə prediabetik mərhələdə, yəni bir 15 il insulin direnci ilə yaşasanız, sonra diabetə çevrilə bilər, ikinci tip diabetlərə. Bu həm kökəlmə, kimi piyləməni sonra əmələ gətirir, qalxanvari vəznin funksiyasını sıradan çıxardır, en qədər problemlər. O yüzden də kartoşkanı çox tükətmemiz qızartma formasında budur. Yəni bir klassik Azərbaycanlı mətbəxinə gedəndə eşidəndə ki, qonağım gəlir, nə hazırlayırlar tez? Kartoşka qızartma, kotlet, toy qızartma, ən rahat. kartoşka. Bəli. Səhvimiz buradaydı ki, demirəm heç yeməyə, amma arada bir də. Okay, kartoşkanı biz çalışaq azaldaq. Azalda. Demək Amma onu kartoşka kraxmal olur. Bəli, onun tərkibini istəyirəm toxunum. Polisaxarid qrupudur. Birbaşa olaraq nişastası çoxdur. Hətta bəzən doğru kartof qızartma versiyasını biz belə deyirik. Yuyursan, suda saxlayırsan, biraz süzürsən, onun nişastası azalır. Biz fikir versək orada ağ, bəlkə xeyli ağ nişasta çıxır da orada. Yəni və biz kartoflu yeməklərimizdən də çörəklə yeyirdik. Çörəyi çörəklə yeyirdik. Yəni belə analiz edək də. Mən əlbəttə ki, kartofu çörəklə yeməli. Bol karbohidrat idi, amma axı karbohidrat da deyəndə insanlar belə səhv anlardı. Karbohidrat səhv deyil. Biz səhv növünü seçmişik. Buna bəsit karbohidratlar deyirlər. Biz dietamızda sizə verirdik mürəkkəb karbohidrat. Kartofu bildik. Tərəvəz. O yüzdən biz kartofu azaldıq. Hətta da bir-iki dəfə edə bilərik. Yerinə çoxaldırıq. Nəyi? Digər tərəvəzləri kələm qrupu. Mən nə olacaqdım? Kələm mütləq dostlar. Kələmin və çox növü var. Bir də demək çox Mən bu ay yarımda gördüm ki, nə qədər kələmin növü var imiş. sevdiniz. Gündəlik qida rasionunda yəni kələm mütləq Amma var. siz yeyirdiniz də sizin Birazdan dovşana dönəcəm mən belə getsin. Çünki o qədər kələmin müxtəlif forması. Sadəcə bəlkə xoşbəxtçiliyim odur ki, mən hər şey yeyirəm. Qidanı çox sevirəm və Leyla xanımın o bizə hazırladığı o qidalar o qədər dadlı olur ki, yəni o bax bu günləri səhər gəlməmişdən gül kələmi idi misal üçün. Gül kələmi elə bir formatda onu təqdim edir ki, adam elə onu yemək istəyir. Və bu arada porsiyon az veririm və mən hələ indicə eşitmədim ki, sizdən deyəsiniz ki, yemədim qaldı. Olmadı belə. Yox. Yeyirdiniz axırı çünki dadlı formada. Kələmi çoxaldıraq. Kələmin nə funksiyaları var ki, bizdə kələm? Demək çox maraqlı bir qida ingrediyentidir. Biz kələm deyəndə gül kələmi. Demək, kələmin növləri, buna istəyirəm biraz geniş toxunum. Kələm ümumiyyətlə xaçkimlər qrupuna aid olan, o fəsildən olan bitki növüdür. Bu kükürtlü qidalar qrupunda yer alır. Kükürtlü qidalar olduğu üçün çox böyük antioksidant oranı var tərkibində və bizim orqanizmamızda olan glutasionumuz var qaraciyərdə. Onun sintezini aktivləşdirir bu cür kükürtlü qidalar. Bütün yaşıllıqlardır, bütün kələm qrupunda yer alan tərəvəzlərdir və qrupu çoxdur. Gül kələm, brokoli, ağ kələm, iceberg, kahı, Brüssel kələmi, qırmızı kələm. Hamısından da biz sizinlə işləmişik. Ay sağ ol. Xahiş edirəm bir daha. Brokoli bəli, bilirəm. Gül kələmdə onu bilirəm. Adi kələmdir, ağ kələm. Iceberg, kahı o heç. biz ancaq bəzəkdə istifadə edirik. Bəli. Brüssel kələmi, yumru. Belə xırda ondan desertlər eləyirik. Məncə bir dəfə vermişdik sizə. Bəli. Sadəcə bizim ölkədə Brüssel kələmi az əl çatandır. Çox hər marketlərdə olmur təsir. Qırmızı kələm. Qırmızı kələmi çox sevirəm. Kvarsetin maddəsini verirdim ona və istəyirəm bizə kommentlərdə yazarlar. Fred müəllim 10 kilodan çox arıqlamışıq bu arada. 10 kilodan arıqlamağa rəğmən dərisi, üz dərisi necə dostlar deyin. Anti-age baş verib. Üzümüz cavanlaşır. Mənim istədiyim budur. Çünki biz hüceyrə ilə işləyirik. Hüceyrələr, yəni biz 10 il cavanlığımıza qayıtmalıyıq. Normal arıqlama budur. Əksinə üz çöksün, ona anoreksik feyz deyil, olmasın. Mən bildim ki, kələm antioksidant rol daşıyır.
yeyir. Antioksidantdır. Antioksidantdır. Glutationu aktivləşdirir orqanizmamızdakı qaraciyənin əsas müdafiə rolunda iştirak edir o maddə. Və çox maraqlı tərəvəzdir ki, düşünün, bizə elə gəlirdi ki, tərəvəzlər karbohidratdır, deyilmi? Bəli. Bariz nümunə kartoşka ciddi karbohidratdır. Bəsit, ən sağlam olmayan karbohidrat növüdür. Amma kələm proteindir. Fredim müəllim, bundan gözəl nə ola bilər? Orqanizmamıza vitamin, kükürtü qidalar dediyimiz o maddələri verir tərəvəz formasında, amma tərkibi proteindir. Protein. Bundan gözəl nə ola bilər? Mən bilmirdim. Və protein olduğuna görə zülal ona görə sevilən qida ingrediyentidir ki, o orqanizmdə glikogen ehtiyatını toplamır, depolamır. Amma karbohidratlar orqanizmə düşdükdən sonra qaraciyərimizdə o kimyəvi çevrilmə nəticəsində bir glikogen ehtiyatı toplayır ki, sonra da onu yağa çevirir. Amma zülalda bu baş vermir. Ona görə zülalı bu qədər sevirik. Ay, sağ ol, anladım. Və kələmdən eyni zamanda glikemik indeks aşağıdır. Glikemik indeks nədir? Gün ərzində bizim şəkər dalğalanmamızı yaratmayacaq. Məsələn, biz bir boş qab yekə kələmi verim sizə, amma bir ədəd deyək ki, məsələn, piraşki yeyin və yaxud 2 qaşıq kartoşka püresi yeyin. Həmən şəkər dalğalandırması yaradacaq sizdə bədəni. Yəni tez bir müddətdə yenidən acıyacaqsınız və qanımızda biz analiz versək görəcək ki, şəkər düşür, qalxır, enir və belə bir məsələ. Amma kələmdə başı vermir. Qətiyyən. Oy, nə gözəl. Qətiyyən və gecə saatlarında yeyilə biləcək qida ingrediyentidir. Bu da dediyim glikemik indeksinə əlaqəli və kalorisi aşağıdır. Çox gözəl. Kələm nömrə 1. Sonra hansı tərəvəzi biz qəbul eləyək? Və sonra digər mən yaşıllıqların ardınca davam etmək istərdim. Elə ispanaqdan toxunmaq istərəm, kərəvöz toxunmaq istəyərəm. Kişniş şüd bu bizim ölkədə xarakterikdir, istifadə edilir və cəfəri. Demək, yəni bunu üçlüyü bir-birindən ayırmaq istəmirəm. İspanaq, kərəvöz və cəfəri. Gündəlik istifadə olunsa nə gözəldir. Dostlar, eşitdiyimizə görə, indi eşidirik bir daha, xahiş edirəm, kərəvöz, İspanaq, kərəvöz və cəfəri. Və cəfəri. Bunu gündəlik qida rasionumuza biz salmalıyıq. İndi sual versəm ki, nə qədər insanın bu dəqiqə, bax, belə bizə baxan, onu istifadə edir gündəlik rasionda. Mən əminəm ki, çox olmayacaq. Xahiş edirəm, çox olsun. Və çox olsun. Biraz ağız dadımıza da bəlkə görə deyil. Məsələn, indi mən bu qədər danışıram, etiraf edim ki, indi deyim ki, mən bu qədər otlarla... Xanım, mən sizə bir söz deyim. Mən sizə bir söz. Bax, bu yaxşı məsələ. Biz gedirik xaricə, düzdürmü? Oranın mətbəxini biz baxırıq. Misal üçün İtaliya mətbəxində. İtaliya mətbəxində bunlar hamısı var. Var. Plus İtaliya mətbəxində pasta da var. Pastanı qoyuram qırağa. İtaliya mətbəxi. Yox, mən danışıram biraz başqa mətbəxdə, İtaliya mətbəxində. Orada dəniz məhsulları da var. Və inanırsınız, elə bəhbəhlə yeyirik orada. Bəli, orada yeyirik. Elə bəhbəhlə yeyirik. Nə qədər restoranlara pul da veririk bunu yemək üçün. Amma biz öz ölkəmizdə niyə bunu eləmirik? Bax, evimizdə elə. Elə evimizdə daha ucuz başa gələcək. Bax, siz bayaq dediniz, bax, bütün 8 kələm sortu saydıq biz. 8 növ. 8 növ kələm sortu saydıq. Çox düşünmədən saydım. Axtarsan bir izlərini Ay sağ ol. Sonra biz bu dəqiqə çox vacib olan o göyərti məhsulları deyək də. Bəli. Xanım sadladı, kərəvüzdür, ispanaqdır və cəfəridir. No, əlbəttə ki, və zəri, kişniş şüd, onlar sadəcə istifadə olunur bir salat kimi biz hər yeməkdə qoyuruq və çox gözəl belə. Amma hətta onlar belə gündəlik istifadə olunur. Amma kişilər yeyir. Məsələn, yeyir, qadınlar az yeyir. Yenə sizə deyirəm, bax, həm qadınlar da az yeyir, həm uşaqlar da az yeyir. Bu dəqiqə mənə çox maraqlıdır ki, bax, bizə baxanların neçə faizinin uşaqları, bax, bu göyərti məhsulları, mən inanım heç bizə görə hamısı çips sevir. Dəyişir. Hamısı çips sevir. Məsələn, mənim övladım da 6 yaşı var. İnansız kələmi necə istəyirəm, amma daimiyə kapustu da belə kələm ver. Yəni onu meyvə formasına verim. Doğru verim, meyvə kimi tutub əlində yeyir. Kökü də biz elə veririk. İndi bu dəqiqə. Meyvə kimi yesin. Çünki nəyə görə dostlar? Çünki Leyla xanımdan soruşanda ki, Leyla xanım, mən acıram, mən nə yeyim? Leyla xanım mənə dedi ki, Fred, kələm və kök. Limitsiz. Nə qədər istəsən ye. Doğra ye. Və mənim elə dietamın ilk başlanğıcında bu mənə çox kömək elədi. Nə gözəl. Çox kömək elədi. Düzdür, digər orada başqa tövsiyələr də vardı. Get-gedə irəli, yəni acıdıyanda həm də başqa nə də ola bilərdi. O da elə də var. Elə xanım, bəs bu tərəvəzdən danışdıq, göyərtidən danışdıq, çox sağ olun. İndi isə keçirik meyvələrə. Meyvə məsələsinə necə yanaşaq? Yenə meyvə də həssas hissəmizdir. Demək, Fredim müəllim, sizlə bu polemika çox maraqlı. Baxıram ki, biz praktik
məsələlərə Bəli. toxunuruq. Çünki əhalinin içindən çıxan insanlarıq. Mən də praktik həkiməm, çox insanlarla təmasdan pasient olaraq və siz də çox belə təcrübə tanınmış müəllim olaraq həm marafonçuluq insanlarla təmasdasınız. O yüzden də bizim ölkəyə xarakterik problemlər açısından toxunuruq. Məsələn, bizdə ət qrupunda da, tərəvəz qrupunda da problemlər vardı və indi də gəldi sualınız meyvə. Çox Meyvəli çoxdur kətiri yaxı. Yəni bir Azərbaycanlı olaraq biz indiyəcən bildiyimiz bir stereotip var idi ki, sağlam yemirəm falan filan. Tamam, bugündən keçirim sağlam həyata pis yox, bütün gün meyvə yeyəcəm. Aha. Bu idi. Doğru, elədir. Öyle idi. Elədir, Və tamam. axşam saatlarında yeyirdilər. Ay, İstirahət etmək O istəyənlər. növbəti sualım olacaqdı. Siz alacaqsınız. Meyvəni nə vaxt yeyək? Daha nə yeyək? Bir tabaq belə qoyurlar Bəli, televizorin qarşısında. bəli. Yəni istirahət saatında sadəcə meyvə saatı, istirahət saatı idi. Çox səhv idi. Bu zaman fruktozamin belə analizimiz var. Necə ki glukoza çoxalır qanda. Nə danışırsınız? O Bu fruktoza dəqiqə da getsəz çoxalır. bütün restoranlar axşam hamısı meyvə asartısı gətirirlər. Meyvə axırda. saatı. Və bax, Sonda o boyda yeməkdən sonra meyvə asartısı hələ gətirir. burada da xəfif hissə var ki, Aha. təhlükəlidir. Çünki meyvənin yemə saatı, mən həmişə söyləyirəm, lap səhər ac qarına deyil, axşam yatmadan da qabaq deyil. Ortadakı o ara kəsmədə səhər yeməyindən sonra axşam yeməyinə qədər olan vaxt. Okay. Yəni ikinci səhər yeməyi vaxtı uyğun gəlir, nahar vaxtı uyğun gəlir, nahardan sonraki fasilə uyğun gəlir, amma axşam yeməyinə qədər. Bəli. Bu fasilədə bitir. Yəni 3 dəfə hardasa saatımız var, meyvə saatı edə biləcəyimiz vaxt var. Amma biz bunu niyə 8-dən sonra? Yəni belə deyək, saat 11-12-dən düzdürmü? Səhər 11-12-dən, Axşam axşam 6-dan. 4-ə 5-ə qədər. Ay, Bəli, bəli. Dostlar, bax meyvəni mən bunu tək Leyla xanımdan yox, bir çox məqalələrdən oxumuşam ki, meyvənin qida kimi qəbul olunma vaxtı saat 11-12-dən saat 4-5-ə Və siz qədər. xarici məqalələrdən Bəli, 100%, bəli. Çünki burada da çox belə Çünki məndə də əslində əvvəl o düşüncə idi ki, axşam lazımdır yemək meyvəni. Yox. Çünki biz düşünürdük ki, axşam meyvə yeyəndə bizim digestiona, bizim həzmimizə kömək eləyir. Demək necə? Bəli, əslində həzmə kömək edən məqam var. Tərkibindəki qida lifləridir, peristaltikanı aktivləşdirir, bağırsaqlarımız yaxşı çalışacaq. Məsəl üçün nəyinə görə tərifləyir meyvəni? Antioksidantlarına görə, vitamininə görə, mikroelementinə görə. Amma şəkərinə görə onun yeyiləcək vaxtı önəmlidir. Leyla xanım, deməli belə deyək də, biz bilirik ki, bu arıqlama mövzusu bu dəqiqə çox aktualdır. Bəli. Elə mən yeri gəlmişəm mənim özüm üçün aktualdır. Hamı istəyir arıqlamaq və hamı da kökdür. Və biz bu mövzuya toxunuruq bu dəqiqə və səhv etmirəmsə Hipokratın belə bir deyimi var ki, qida bizim Dərmanımız olsun. dərmanımızdır, dərmanımız olsun Bəli. və dərman da bizim qidamız Bəli. olsun. Bəli. Mən yenə deyirəm, mən ətrafım çox böyükdür və çox insanlarla ünsiyyətlərim danışıram. Mən bilirsiniz nəyə toxunmaq istəyirəm məsələyə. Yəni ki, siz də bilirsiniz bu dəqiqə bu iynələr var müəyyən. Bəziləri Bəli. ümumiyyətcə bən olundu, bəziləri artıq mümkün deyil. Lisenziyası da yoxdur. Lisenziyası da yoxdur. Arıqlamaq üçün müəyyən Bütün vasitələr. xirurgik vasitələr. Bax bu nədir belə? Çox qısa xahiş edirəm. Əslində bilirsiniz necədir? Bu o elə bir ki axtarışdır da. İnsanlar həmişə möcüzə axtarırlar. Yox, Və mənim bizi- sualım odur ki, biz bunu qida ilə eləyə bilərik. Bax, Eynən qida ilə. Hətta mən deyirəm ki, Ozempic deyək də. Mətbəximizdədir təbii Ozempic. Yəni niyə iynələrdən bəzilərinin Mən adı ad çəkmədim ya. Bəncə onsuz da bilirlər. Çünki onların artıq araşdırma qoyur ki, fəsadsız ötüşmür. İstifadə edənlər bilir, ən qədər fəsad. Amma sağlam, rasional qidalanma ilə arıqlayanda hansı fəsadla rastlaşdınız? Mən? Hə, Ancaq xoş fəsadlar. əhval-ruhiyyədə. Birinci əvvəlcə biraz aqressiv İki oldum. gün, iki Çünki gün. O Leyla üç xanım gün. mənim qlukozamı saxlatdı. Bu qədər şirniyyat yeyən Və müalicə olurdu. dostlar, mən bilmirmişəm ki, mən gün ərzində bu qədər şirniyyat yemişəm. Özdə bu şirniyyatı yeyərkən mən heç hiss eləməmişəm. Mən sizə deyim. Çünki müəllim adamam. Hamı tələbələrdən Hamıyla hamı çay şokolad içirsiniz. gətirir. Hamıyla çay içirəm. Çayla nəsə gedir və günə Günə istəyirəm o ipucunu deyim. Heç kəs bilməz ki, Fred müəllim 15 stəkan günə çay içən insan idi. 15 nədir? 30 anası. 15 indi azaltmışam. İndi hələ azalmış. Amma bu arada elə bilməsin, diyetamızın içində də yenə çayımız qalır. İndi diyeta gedə-gedə nə qədər çay içirdiniz?
Diyet eləyirəm 15. 15 əl indi içirsiniz, Bəli. amma əvvəl 30 idi. 30 30 stəkan ən az. çayı biz azaltdıq 15 stəkana. Yəni sizin bəlkə gün ərzində bir yarım kiloya qədər çərəzlər də. Bəli, bəli, bəli. Yəni Fred müəllimin fiziologiyası və həyat tərzi doğrudan çətin insan kateqoriyasına və Fred müəllimi diyet yeməyi deyəndə elə hər kəs elə bilməsin, elə doğrudan kələm köküdür. Yəni bu insanın kalorisini qarşılamaq bu cür gündəlik siz bütün o aktiv həyat tərziniz də var idi. Nə qədər idman edirdiniz gündə bu diyeta ödədə? 2 dəfə. 2 dəfə. Səhər axşam. Səhər axşam 2 saatlıq qaçmaq. Bəli, bəli, təxminən. güclük, Bəli, bəli, bəli. tenis. Mən idman sevirəm. Bu- Stolsu tenisdir, voleyboldur, hazırda da. Hə. Yəni belədir. Bu gün səhər üzmüşəm. Bəli. Misal üçün gəlmişəm bura. Və Axşam sizin indi tələbələrlə danışmağınız özü elə nə qədər enerji itirməkdir. plus işlərdə mən fəal oluram, çox fəal oluram. Bəli, Tələbələr bəli. məndən mənim dərsimin üslubu zaten o enerji ötürmək tələbələr ki, Bəli. tələbələr həvəslə Bu öyrənsinlər. enerji azalmadı ki bizim 10 kilo arıqladığımız o diyeta müddətində. Yox, azam. Deməzdim ki, azaldı. İşte bu, yəni Sadəcə bunu- biraz adaptasiya dövrü var idi. O da niyə görə mən dedim sizə O müalicələr o birinci qlukozanın müalicə dedim ki birdən bu belə olacaq. o şəkəri mənim həyatımdan yığışdırdı. Hətta mən bu Novruz bayramında da bu dietanı mən riayət eləyəcəm ki, Novruz azuqələrindən Fred mən istəyirdim o Mən cümlələri onu deyə bu istifadə çox edirəm. insanlara maraqlı gələcək. Sizdə bir belə oldu, məclis var idi, rəhmətə gedən olmuşdu. Bəli. Onun halva belə deyirik də, Bəli. məclis halvası olanda siz onu yemək istədiniz. Bəli. Və müalicəm getdiyi etapda Bəli. halvanı yeyəndə nə baş verdi? Yeyə mən bilmədim. ümumiyyətlə yemədim. Yox, düz onu yemədim. Mən Mənə zəng çox elədi, az, bilmirəm ki, mənə yeyəmi? hətta Leyla xanım icazə də verdi. Çox az. Hətta bu dəqiqə belə cheat day var bizdə. Bəli, Bu bazar həmişə var. günüdür. Bu bazar günüdür. Mən çalışıram o bazar günündəki hətta cheat day-imi belə çalışıram maksimal dərəcədə riayət eləyim. Birinci bizim gündən vardı dietamıza. ciddilərimiz 2 ay ərzində. Mən deyirdim ki, nə istəyirsiniz yeyin. Və artıq 10 kilo, yəni aşmışıq 10 kilonu, 10 kilodan həm davam edirik. Bəli. Leyla xanım, indi o sualım odur. Yəni biz bu belə deyək, heç hansı bir məsələyə, bu hansısa bir dərmanlara, iynələrə Getmədən doğru şəkildə rasional qidalanma ilə arıqlaya bilirik. Bəli. Sadəcə özəl, sizə uyğun bir diyet planı olmalıdır, yəni qidalanma tərzi. Məsələn, sizinlə elə müqayisə edək. Deyək ki, sizin ailə üzvünüzdən digər kiminsə belə yanında eyni deyildi ki, qidası, qətiyyən. Və bu doğrudan da belədir. Bir də fiziolojik məqamlara baxılır. Biz birinci nə etdik? Analiz verdik də. Analiz 100%. verdik. Fred müəllimi kökəldən səbəbi bildik. Ona uyğun diyeta ilə və burada bilirsiniz nə baş verir? Yağ toxumasının parçalanması, işimiz budur. Yağ toxumasını parçalayaq, əzələ toxumasını qidalandıraq. Sizdə əzələ toxumasını biz bərpa etmişik əslində ki, bu elə heç uzağa getməsə adicə üzə baxanda hiss olunur ki, necə oldu? Dəridə lifting effekti var. Dəri dartılıb, parıldayır hər şey qaydasında. Biz başqa nə etmişik ki, heç nə. Amma biz burada çox aşırı kalorini biraz deyək ki, korrektə edib, doğru qidalara keçid edərək müalicələrə bu işi çözmüşük də. Heç bir arıqlama iynəsi yox, heç bir əməliyyat yox, heç bir yəni həyat fəaliyyətinizdə məhdudiyyətlər yox. Yəni hər şey qaydasında. Əlbəttə ki, Necə? bu 45 gün ki artıq bizim dietamız davam edir. Bu 45 gün ərzində mən biraz Leyla xanım olub səni incitmişəm. Üzr sayın. Yəni Yox. mesajlar yazıram Leyla xanım, mən belə, mən elə xaricə getdiyim zaman da olub. Hələ siz marafona getdiniz İtaliyaya Leyla qaçdınız xanım, orada. bəli, bəli, Leyla pulsuz xanım, diyeta. Leyla xanım, çox gözəl bir danışımız oldu. Bizim sadəcə indi vaxtımız çox yoxdur. Çox məlumat verdiniz bizə. Amma yenə də qıtlıq var, davam edərik. Çox mövzular əslində. Mən sizə deyim ki, qaldı. inandırım sizə ki, siz elə canlı mənim üçün ensiklopedik, yəni diyeta barə ensiklopedik Təşəkkür. insansınız. Təşəkkür edirəm. Sizinlə danışmaq şəxsən mənim üçün çox maraqlıdır. Təşəkkür Şəxsən edirəm. mən inanıram ki, bu çox maraq kəsb edəcəyi insanlar üçün ki, biz bunu davamlı eləyək və bildiyimiz kimi elə Bakımızda marafon keçiriləcək. Bu 3 may 2026-cı ildə biz məsafəni full olaraq qaçacağıq. 42 kilometr ərazi. Düşünürəm ki, o çərçivədə də biz bir layihə olaraq İnşallah. nəsə bir eləyək ki, çünki bu qida insanlar bilməlidir ki, nə qidalar qəbul Bu etsinlər. arada marafonçuların qaçması üçün orada çox istərdim bunu deyim. Buyurun. Çox qızıl qaydalar var. Yəni biz sağlam qida dedik ki, kələm qrupu yeyilsin, xaç kimlər qrupundan istifadə olunsun, yaşıllıq var. Amma marafon günü həmin o sağlam dediyimiz brokoli qətiyyən olmaz. Bəli, o maraqlıdır. Çox maraqlı. Olmaz. Çünki bəli, marafon günü, qaçış günü bizdə peristaltikanı artıran qidaları stop deyəcəyik. Bəli. Bunlar hamısı tərəvəzlərdir. Amma o günü bəzən məsəl üçün menyuda çox gec icazə verdiyimiz makaron
yeyə biləcəyik, düyü yeyə biləcəyik. Çünki bizə çox enerji verən karbohidrat lazımdır. Bu da bəsit karbohidratdır. Və onun peristaltikanı çalışdırmayan, qida lifləri az olan növü lazımdır. Bu deyək ki, qarabaşaq deyil, elə düyüdür, makarondur və ətdir. Belə yeyəcəyik. Su tükədəcəyik həmin günü və çərəzlər də hətta həmin günü özlərinə yemək deyil də batonlar götürəcəklər belə ki, Çox sağ olun Leyla xanım. Çox sağ olun. Əziz dostlar, bu bizim növbəti podkastımızdır və bizim qonağımız həkim, dietoloq, nutrisioloq, kitabların müəllifi Leyla Zülfüqarlı. Təşəkkür edirəm. Xoş oldu Leyla xanım. Görüşərik növbəti görüşlərdə.